2020-ci ilin noyabrında Vətən müharibəsinin aktiv mərhələsinin başa çatması Azərbaycan qarşısında bir çox cəhətdən hərbi qarşıdurmanın özündən daha mürəkkəb olan bir vəzifə qoydu. Ordu öz missiyasını yerinə yetirdi. Əzəli Azərbaycan torpaqlarının böyük hissəsi azad edildi. Lakin bu nəticənin siyasi fiksasiyası tamamilə fərqli yanaşma tələb edirdi. Ermənistan baş verənləri hüquqi müstəvidə tanımaqdan imtina edirdi. Erməni cəmiyyətində isə kənardan qidalandırılan revanş istəyi qorunub saxlanılırdı. Fransa və diaspor dairələri İrəvanın münaqişənin nəticələrinə yenidən baxmaq cəhdlərində beynəlxalq dəstəyə arxalana biləcəyi bir mühit formalaşdırırdı. Bakı dərk edirdi ki, qarşı tərəfin və qlobal güc mərkəzlərinin tanıması olmadan qələbənin sadəcə elan edilməsi münaqişənin yekun həllini qeyri-müəyyən vəziyyətdə saxlayır. Ermənistan bu vəziyyətdən istifadə edərək Miatsum ideyalarına qayıdış ümidini diri saxlaya bilərdi. Azərbaycan rəhbərliyi diplomatik prosesi məqsədli və nöqtəvi güc tədbirləri ilə ardıcıl şəkildə uzlaşdıran strategiya seçdi. Hər bir əməliyyat konkret məqsəd daşıyırdı və İrəvana təzyiqin ümumi məntiqinə uyğun şəkildə həyata keçirilirdi. Bakı nümayiş etdirirdi ki, öz maraqlarını qorumaq üçün mövcud olan bütün alətlərdən istifadə etməyə hazırdı və danışıqlar ədalətli tələblərin güc yolu ilə təmin edilməsindən imtina anlamına gəlmir. Artıq 2020-ci ilin dekabrında Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndləri ərazisində insident baş verdi. Həmin vaxt bölmələrimiz tərəfindən erməni diversiya qrupunun zərərsizləşdirilməsi məqsədi ilə xüsusi əməliyyat həyata keçirildi. Ermənistan tərəfi bu kəndlərdə möhkəmlənməyə cəhd göstərirdi. Bunu isə Rusiya sülhməramlı kontingentinin o vaxtki komandan müavini general Andrey Volkova güvənərək edirdi. Hadisələr o həddə çatdı ki, hər şeyin erməni planına uyğun getmədiyini görən Andrey Volkov şəxsən zirehli transportyorla Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat apardığı əraziyə gələrək əməliyyatı dayandırmağa cəhd etdi. Lakin hərbiçilərimiz buna imkan vermədi. Volkov mühasirəyə alındı və bir daha başqalarının işlərinə qarışmaması barədə açıq xəbərdarlıq edilərək ərazidən çıxarıldı. Bakı bununla açıq şəkildə bildirirdi ki, Rusiya sülhməramlarının mövcudluğu Azərbaycan suverenliyinin prinsipial mahiyyətini dəyişmirdi. Sülhməramlı missiya beynəlxalq idarə etmə və ya protektorat forması deyil, yalnız müvəqqəti müşahidə mexanizmi kimi qəbul olunurdu. 2021-2022-ci illər ərzində Azərbaycanın Qarabağ regionunda və Ermənistanla şərti sərhəd boyunca bir sıra əməliyyatlar həyata keçirildi. 2022-ci ilin mart ayında Fərrux dağı və eyni adlı qəsəbə azad edildi. 3 avqust 2022-ci ildə isə Azərbaycan ordusu bölmələrinin keçirdiyi qisas cavab əməliyyatı nəticəsində Qırqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Ardınca Buzluq dağı və ona bitişik yüksəkliklər də ordumuzun nəzarətinə keçdi. Ümumilikdə Fərruxda, Qaragöl ətrafında, eləcə də Cermuk, İstisu rayonunda baş verən hadisələr İrəvana hərbi qarşıdurmanın istənilən an yenidən alovlana biləcəyini xatırladırdı. Bu addımlar özlüyündə məqsəd deyildi. Onlar Ermənistanın mövcud reallığı siyasi səviyyədə tanımağa məcbur etməyə yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi idi. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün tanınması anlamına gələ biləcək ifadələrdən yayınmağa çalışırdı. Nikol Paşinyan o dövrdə olduqca çətin vəziyyətdə idi. O, köhnə elitalara qarşı etirazlar fonunda hakimiyyətə gəlmiş, yeni siyasət vəd etmişdi, lakin hərbi məğlubiyyətin nəticələri ilə üzləşdi. Qarabağın itirilməsinin açıq şəkildə etiraf edilməsi onun bütün siyasi konstruksiyasının dağılması deməkdir. Qarşıdurmanın davam etdirilməsi isə yeni itkilərə gətirib çıxaracaqdı. Paşinyan xarici yardıma ümid edərək və heç olmasa müəyyən güzəştlər əldə etməyə çalışaraq manevr etməyə cəhd edirdi. Azərbaycan prezidenti İlham Əliyev xarici vasitəçilərlə görüşlərdə sərt mövqe tuturdu. O, açıq şəkildə bildirirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün kiminsə razılığına ehtiyac duymur və diplomatik proses nəticə verməzsə, müstəqil şəkildə hərəkət etməyə hazırdı. Bu bəyanatlar döyüş meydanında atılan konkret addımlarla möhkəmləndirilirdi. Bakı İrəvanın imkanlar dairəsini addım-addım daraldırdı. Reallığı qəbul etməkdən yayınmağa yönələn istənilən cəhdin yeni itkilərlə nəticələndiyi bir vəziyyət yaradırdı. 2022-ci ilin oktyabrında Praqada baş verən hadisə dönüş nöqtəsi oldu. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu etiraf onun üçün son dərəcə çətin idi, lakin sadəcə alternativ yox idi. Praqa bəyanatı hərbi nəticələri möhkəmləndirdi və Ermənistan tərəfinin əvvəlki tezislərə və konstruksiyalara istinad imkanlarını aradan qaldırdı. Bu tanınma bütün regional konfiqurasiya üçün ciddi nəticələrə səbəb oldu. Özünü əsas vasitəçi və qarant kimi təqdim edən Rusiya siyasi çıxılmaz vəziyyətə düşdü. Rusiya sülhməramları münaqişə tərəfləri arasında atəşkəsə nəzarət etmək üçün yerləşdirilmişdi. Lakin tərəflərdən biri ərazini digər tərəfin tərkib hissəsi kimi tanıdıqda sülhməramlı mövcudluğun özü məntiqini itirirdi. Moskva ərazi bütövlüyünün tanınmasına açıq şəkildə etiraz edə bilmirdi, baxmayaraq ki, bunu dolayı yollarda etməyə çalışırdı.
Məhz bu şəraitdə Moskva Qarabağa gələn və separatçı rejimin qalıqlarını birləşdirməyə çalışan Ruben Vardanyan üzərindən alternativ ssenariyə start verməyə cəhd etdi. Ruben Vardanyan elə bir vəziyyət yaratmalı idi ki, həmin şəraitdə erməni əhalisinin müəyyən xüsusi hüquqları, muxtariyyət və ya xüsusi status barədə danışmaq mümkün olsun. Söhbət Azərbaycan suverenliyinin tanınmasını istisna edən paralel siyasi reallığın saxlanılması cəhdindən gedirdi. Bakının reaksiyası sərt və ardıcıl oldu. Aksiya Ermənistanı Qarabağdakı boz zona ilə birləşdirən yeganə yerüstü arteriya olan Laşın yolunda başladı. Bu aksiya Qarabağ bölgəsində faydalı qazıntıların qanunsuz istismarına qarşı ekoloji fəalların etirazı kimi təqdim edilsə də, onun siyasi məzmunu açıq-aydın oxunurdu. Azərbaycan kommunikasiya üzərində tam nəzarəti təsdiqləyir və bu nəzarətdən məqsədlərinə çatmaq üçün istifadə etməyə hazır olduğunu nümayiş etdirirdi. 2023-cü il aprelin 23-də Laşın yolunda sərhəd buraxılış məntəqəsi yaradıldı. Ermənistan etiraz edə bilmirdi, çünki artıq bu ərazinin Azərbaycana məxsus olduğunu tanımışdı. Beynəlxalq ictimaiyyətin isə müdaxilə üçün hüquqi əsasları yox idi. Laşın buraxılış məntəqəsi ərazinin yeni statusunun fiziki təcəssümünə çevrildi. 2023-cü ilin sentyabrında Azərbaycan 23 saat ərzində separatçıların tam kapitulyasiyası ilə başa çatan antiterror əməliyyatı həyata keçirdi. 30 ildən artıq mövcud olmuş marionet rejim fəaliyyətini dayandırdı. 2024-cü ilin may ayında Qazax rayonunun azad edilmiş Bağanız Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndləri üzərində Azərbaycan bayrağı qaldırıldı. Bu hadisə yalnız praktiki baxımdan deyil, həm də simvolik cəhətdən mühüm idi. Bakı nəzarətin dərpası prosesinin bütün istiqamətlər üzrə getdiyini və bütün əraziləri əhatə etdiyini göstərirdi. Paralel olaraq terrorizm, terrorizmin maliyyələşdirilməsi və digər ağır cinayətlərdə ittiham olunan ləğv edilmiş separatçı rejimin həbs edilmiş başçıları ilə bağlı istintaq aparılırdı. Bu həbslər Qarabağ regionunda hər hansı alternativ hakimiyyətdən danışmaq imkanını qəti şəkildə aradan qaldırdı. Bu fonda Rusiya sülhməramları elə bir vəziyyətə salındılar ki, onların Azərbaycandakı mövcudluğu funksiyanal baxımdan mənasını tam itirdi. Artıq münaqişə tərəfləri mövcud deyildi. Ərazi tam olaraq Azərbaycanın nəzarət altındaydı. 2024-cü ilin aprelində Moskva kontingentin vaxtından əvvəl çıxarılmasına razılaşmaq məcburiyyətində qaldı ki, bu da praktiki müstəvidə Azərbaycan suverenliyinin bərpasının yekun aktı oldu. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüş isə münaqişənin siyasi baxımdan başa çatmasının nöqtəsi oldu. O vaxta kimi əvvəlki post-müharibə konstruksiyası ardıcıl şəkildə aradan qaldırılmışdı. Hərbi nəticələr hüquqi müstəvidə rəsmiləşdirildi. Azərbaycanın ərazi bütövlüyü tanındı, separatçı rejim ləğv edildi və paralel reallığı qoruyub saxlamaq cəhdləri praktiki mənasını itirdi. Azərbaycan liderinin ardıcıl addımları manevr imkanlarını tədricən elə bir səviyyə qədər daraltdı ki, formalaşmış reallığın tanınmasından başqa alternativ sadəcə qalmadı. Rusiya sülhməramlarının vaxtından əvvəl çıxarılması da məhz bu daralmanın nəticəsi oldu. Suverenlik əraziyə, kommunikasiyalara və hüquqi müstəviyə nəzarət vasitəsilə bərpa edildi. İstənilən xarici formatlar məzmununu itirdi. Beləliklə, müharibənin nəticələri güc və diplomatik alətlərin eyni istiqamətdə işlədiyi müdrik strategiya hesabına məntiqi sonluğa çatdırıldı. Bununla da münaqişə qəti şəkildə bağlandı. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsi idi. Faktiki olaraq, bu, İkinci Dünya müharibəsindən sonra ölkənin ərazi bütövlüyünün bərpası və beynəlxalq ictimaiyyət tərəfindən tanınması ilə nəticələnmiş, öz növündə yeganə qələbədir.